Salam əziz şagirdlər, bugün mən sizinlə 7-ci sinif fizika dərsindən təcil mövzusunun tapşırıqlarının izahını bölüşəcəm. Əvvəlcə düşün, müzakirə et və paylaş tapşırığına baxaq. Deyilir ki, dəyişən sürətlə hərəkət edən iki avtomobildən birinin başlanğıc sürəti 20 metr bölünsün saniyə, digərinin başlanğıc sürəti isə 30 metr bölünsün saniyədir. Başlanğıc sürətlərin bu qiymətlərinə görə avtomobillərdən hansının təcilinin böyük olduğunu demək olarmı? Xeyr, demək olmaz. Çünki biz təcili tapmaq üçün təkcə başlanğıc sürət yox, orada həm son sürət, həm də ki zaman lazımdır. Təcilin düsturunu yazanda bunu görə bilərik. A bərabərdir V çıxılsın V0 bölünsün T düsturundan görürük ki, həm bizə zaman lazımdır, həm də ki son sürət lazımdır. Zaman və son sürət olmadığına görə biz hansının təcilinin böyük olduğunu deyə bilmərik. Keçən öyrəndiklərinizi tətbiq edin tapşırıqlarına. Birinci tapşırıqda deyilir ki, 15 metr bölünsün saniyə sürətlə hərəkət edən avtomobil işıqfora yaxınlaşan zaman qırmızı işıq yanır və o sürətini azaldaraq 3 saniyədən sonra dayanır. 3 saniyədən sonra dayanır. Avtomobilin təcilini hesablayın deyir. 15 metr sürətlə hərəkət edən avtomobil başlanğıc sürəti, yəni V0 bərabərdir 15 metr bölünsün saniyə. (15 metr bölünsün saniyə) sürətlə hərəkət edən avtomobil dayanırsa, dayandığı anda son sürəti 0-a bərabər olacaq və zaman da T bərabərdir 3 saniyə. Buradan təcili tapsaq yazaraq ki, A bərabərdir V çıx V0, 0 çıxılsın 15 bölünsün T-yə, yəni 3-ə. -5 metr bölünsün saniyənin kvadratı olacaq cavabımız. Dayandığı üçün, sürət getdikcə azaldığı üçün bu yavaşın hərəkətidir və yavaşın hərəkətdə də sürət 0-dan kiçik olur. Təcil daha doğrusu 0-dan kiçik olur. Keçək ikinci tapşırıq. İkinci tapşırıq deyir ki, təcilin düsturundan istifadə edərək cismin son sürətini hesablamaq üçün ifadə yazın. Əvvəlcə təcilin düsturunu yazaq. Təcilin düsturu belədir ki, A bərabərdir V çıxılsın V0 bölünsün T. Burada son sürəti, yəni V-ni istəyir. V-ni tapmaq üçün əvvəlcə çarpaz vuraq. V çıxılsın V0 bərabərdir AT-yə. Buradan da V bərabərdir AT üstə gəlsin V0. İfadəmiz bu şəkildə olur. Keçək üçüncü tapşırığa. Üçüncü tapşırıqda deyilir ki, ağacdan qopub düşən alma 10 metr bölünsün saniyə təcilli hərəkət edərək 0,8 saniyə sonra yerə çatır. Onun yerə çatdığı andakı sürətini tapın. Yəni son sürətini istəyir. Bu sükunət vəziyyətinin ağacdan qopub düşməyə başladığı andan V0, yəni başlanğıc sürəti 0-a bərabər olacaq. Təcil verilib A bərabərdir 10 metr bölünsün saniyə kvadratı. T də bərabərdir 0,8 saniyə olacaq. Son sürətini, yəni V-ni istəyir. V bərabərdir V0 üstə gəlsin AT olduğunu yaza bilərik ki, 0 üstə gəlsin 10 vurulsun 0,8. Cavabımız olur 8 metr bölünsün saniyə. Keçək öyrəndiklərinizi yoxlayın tapşırıqlarına. Birinci tapşırıqda deyilir ki, təcil nəyə deyilir? Təcil sürət dəyişməsinin, bu dəyişmənin baş verdiyi zamana olan nisbətinə təcil deyilir. İkinci tapşırıqda deyilir ki, təcili mənfi və müsbət olan hərəkətlərə nümunə göstərin. Müsbət olan hərəkəti göstərə bilərik ki, məsələn, sükunətdə olan avtomobil hərəkətə başlayır, irəliyə doğru hərəkət edir. Burada təcili müsbətdir, çünki sürəti artdığına görə təcil də artmış olacaq. Deməli, mənfi olana isə elə göstərə bilərik ki, avtomobil işıqfora çatanda dayanmağa başlayır və bu dayandığı anda təcil mənfi olur. Keçək üçüncü tapşırığa. Üçüncü tapşırıqda deyilir ki, şəkildəki avtomobillər eyni nöqtədən, eyni istiqamətdə hərəkətə başlayır. Şəklə əsasən onlardan hansının təcilinin böyük olduğunu müəyyən edin və cavabınızı əsaslandırın. Əlbəttə ki, bir şəkildə görürük ki, onlar eyni anda,
hərəkətə başlayır və daha sonra mavi avtomobil daha qabağa keçir. Yəni bunun təcili böyükdür ki, o daha qabağa keçə bilir. Yəni mavi avtomobilin təcili qırmızı avtomobildən daha böyükdür. Keçək 4-cü tapşırığa. 4-cü tapşırıqda deyilir ki, sürəti 15 metr bölü saniyə olan kolibri quşunun təcili -2 metr bölü saniyə kvadrat olsa 10 neçə saniyə sonra dayanır. Sürəti, başlanğıc sürəti V bərabərdir 15. Təcili A bərabərdir -2. Dayandığı anda dediyi üçün V son sürət V0 15, V 0 olacaq. 10 neçə saniyə sonra dayanır. Deməli, -2 bərabərdir V 0 çıxılsın 15 bölünsün T'yə olacaq. -2T bərabərdir -15. T də bərabərdir 7,5 saniyə. Cavabımız 7,5. Keçək 5-ci tapşırığa. 5-ci tapşırıqda deyilir ki, 5 metr bölünsün saniyə sürətlə qaçan dovşanın sürəti 5 saniyədən sonra 10 metr bölünsün saniyə olur. Dovşanın təcilini hesablayın deyir. Hesablayaq. 5 metr bölünsün saniyə sürətlə qaçır. V0 bərabərdir 5 metr bölünsün saniyəyə. Metr bölünsün saniyə. Daha sonra 5 saniyədən sonra T bərabərdir 5. Sürət 10 saniyə. Yəni V bərabərdir 10 metr bölünsün saniyə. Dovşanın təcilini A bərabərdir 10 çıxılsın 5 bölünsün 5. Cavabımız olur 1 metr bölünsün saniyənin kvadratı. Keçək 6-cı tapşırığa. 6-cı tapşırıqda deyilir ki, işıqforda dayanmış avtomobil yaşıl işıq yandıqda hərəkətə başladı. 5 saniyədən sonra onun sürəti 20 metr bölünsün saniyə olsa təcilini hesablayın. Dayanmışda hərəkətə başladı. Deməli V0 son sürət 0-a bərabərdir. 5 saniyədən sonra T bərabərdir 5. Onun sürəti, yəni son sürət 20 metr bölünsün saniyə olacaq. Təcilini hesablayın deyir. A bərabərdir 20 çıxılsın 0 bölünsün 5-ə bərabər olacaq 4 metr bölünsün saniyənin kvadratı. Keçək 7-ci tapşırığa. 7-ci tapşırıqda deyilir ki, başlanğıc sürəti 20 metr bölünsün saniyə olan, yəni V0 bərabərdir 20 metr bölünsün saniyə olan cismin təcili A bərabərdir 2 metr bölünsün saniyənin kvadratı olarsa 3 saniyə sonra onun sürətini tapın. 3 saniyə sonra T bərabərdir 3. Yəni son sürətini V bərabərdir sual. V-ni istəyir. Bayaq düsturda tapdığımız kimi V bərabərdir AT üstə gəl V0 olduğundan AT 2 vurulsun 3. Yəni 6 üstə gəl 20. Cavabımız olacaq 26 metr bölünsün saniyə. Keçək 8-ci, yəni sonuncu sualımıza. Ağacdan qopub düşən alma 1 saniyə sonra 10 metr bölünsün saniyə sürətlə yerə çatır. Onun təcilini hesablayın. Deməli, T bərabərdir 1 saniyə. Sürətlə yerə çatır. Yerə çatdığı anda, deməli, o almadan qopub düşməyə başlanğıc sürəti V0 bərabərdir 0 olur. Son sürəti V bərabərdir 10 olduğundan, onun təcili A bərabərdir 10 çıxılsın 0 bölünsün 1. Cavabımız olacaq 10.